Bir zaman gələcək, İmam Əli İbn Əbu Talib əleyhissalam buyurur. İnsanlar üçün bir zaman gələr ki, o zaman cəmiyyətdə əxlaqsızlıq çoxalar, pozğunluq yayılaraq adiləşər və insanlar onu bəyənər, hətta peşəyə çevirərlər. Cəmiyyətin abrı, həyası zırılar, zina açıq edilər, yetimlərin malı halal sayılar, riba yeyilər, ölçüdə, çəkidə aldadılar, şərab, üzüm suyu adlandırırlar, rüşvət, hədiyyə kimi qəbul edilər, xəyanət isə əmanət adı ilə ört-basdır edilər. Kişilər qadınlara bənzəyər, qadınlar kişilərə, namaz yüngül sayılar və həcc Allahdan qeyrisi üçün edilər və o zaman hilallar dəyişər. Bəzən hilal böyük görünər. Elə ki, insanlar onu 2 gecəlik sanar. Bəzən isə gizlənər. İnsanlar Ramazanın əvvəlində oruç tutmaz və sonunda bayram günü oruç tutarlar. Bu zaman gəldikdə qorxun. Bəli, qorxun. Allahın qəfil əzabından qorxun. Çünki ölüm gələcək, çox sürətli, ildırım kimi. İnsan səhər sağ olar, axşam isə dəfn edilər. Başqası axşam sağ yatar, səhər isə meyit olar. Belə bir zamanda bəla nazil olmamışdan əvvəl vəsiyyət yazmaq vacibdir. Namazı əvvəl vaxtında qılın, çünki insan bilmir, axır vaxta çatacaqmı? Heç kəs gecəni dəstəmazsız keçirməsin. Əgər bacarırsa hər zaman təharətli olsun. Çünki o ölümün nə zaman gələcəyini bilmir. Mən sizi xəbərdar etdim, sizə nəsihət etdim. Əgər anlayırsınızsa, Allahdan qorxun. Gizlində də, aşkarda da və yalnız müsəlman olaraq ölün. Kim İslamdan başqa bir din axtararsa, ondan qəbul olunmaz və o, ahirətdə ziyana düşənlərdən olar.